Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizlər yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli avtozavodun binalarında bax qarşıda görmək mümkündür. Təxminən buradan ora olan məsafə belə deyim, hardasa 120-130 metr olar. Bax o 9 mərtəbəni görürsüz də, yəqin ki 20-nin son dayanacağıdır. Bax həmin küçə ilə deməli düzünə gəldikdə həmin binanın qarşısından. Mən bax həmin binanı göstərim bir balaca. Bax bu həmin yoldur. Binanı görmək mümkündür. Bax onun qarşısı ilə gəldikdə Uqlavoy torpaq satılır. 4 sotdur qiyməti. Həqiqətən də bu gün üçün, yəni bax bu yerinə görə, Uqlavoy olmağına görə, yerləşdiyi yerə görə, yəni bu yenidən bu sözü təkrar edirəm, 20.000 manatdır. Bax bu qiymətində mən bildiyimə görə bir balaca razılaşma olmalıdır. İndi isə bax bu torpağın ətrafını göstərim. Təxminən deməli hardasa bir 50 metrdən bu tərəfdən deməli 20 nömrəli marşrut keçir. Bax oradan ancaq 20-nin son dayanacağı, bax yenə təkrar edirəm, deməli 9 mərtəbəlini görmək mümkündür. Onun qarşısından gəl. Burada deməli 100 yox, hardasa 150 metrdir. Bax bu konkretlidir. İndi isə torpağın əsas deməli torpağın ərazisini göstərirəm. 20-nin 20-yədir, Uqlavoydur. Bax deməli mən bir balaca bağışlayın. Deməli yuxarı hissəni göstərirəm. Deməli internet xəttini, qaz xəttini görmək mümkündür. Eyni zamanda işıq xəttini görmək mümkündür. Bax işıq xətti budur. Gördüyünüz kimi ətrafda çoxlu sayda yaşayış var. Mənə elə gəlir ki, hətta 20-dən 4 sotdan bir balaca çoxdur. Onu da deyim ki, fundamenti tökülüb. Yəni bax bu torpaq sahəsini göstərirəm. Həqiqətən də bu gün, yəni mən belə bu cür bilirəm. Qiyməti çox insaflıdır, yəni 20.000 manatdır. Mən bildiyimə görə həmin qiymətdə mütləq razılaşma olmalıdır. Sənədi sərəncamdır, arxiv arayışı var. Bax yenidən mən deməli torpaq sahəsinin ətrafını sizə göstərirəm. Harada yerləşməyini dedim. Qiyməti 20.000 manatdır, bu həmin küçədir. Həqiqətən çox yaxşı yerdə yerləşir. Bax belə sizlərə uğurlar. Fundamenti deməli bağışlayın, deməli fundament 4 tərəfdən 2 tərəfdən tökülüb, yəni bu barı olan tərəfdən, eyni zamanda mən bildiyimə görə hardasa koridor proyektli 2 otaq bir zaldır. Bax belə bir fundamenti tökülüb. Yenidən mən sizə küçəni göstərirəm. Qiyməti həqiqətən çox insaflıdır, yəni 20.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır bir balaca. Yenidən mən sizə deməli bax 9 mərtəbəli binanı göstərirəm. Görmək mümkündür. Həmin binanın qarşısına gəlirsiniz. Yəni 20-nin son dayanacaq. Bu tərəfdən isə bax o yoldaş durub maşın. Bax oradan isə 20 nömrəli marşrut işləyir. Bax belə sizlərə uğurlar.